adi tənböləndir. Yəni oturacaqdakı bucağın tənbölənidir. Deməli bu bucaqlar eynidir. Adi tənböləni ABC üçbucağına oxşar ADB üçbucağı. Yəni bu üçbucaq böyük üçbucağa oxşardır. Bu da bizim məşhur qızıl üçbucağımızdır. Bunun haqqında biz xüsusi bir video çəkmişik. İndi gəlin baxaq. Bura alfa olanda aydındır ki bu bucaq olacaq 2 alfa. 2 alfa. Təbii ki, bərabər yanlı üçbucağa oxşar olan üçbucağın özü də bərabər yanlıdır. Çünki bucaqlar eyni olmalıdır. Bizim böyük üçbucağımızın bucaqları 2 alfa olduğundan bu üçbucağımız da ona oxşar olduğundan bunun o biri bucağı da məcburən 2 alfa olmalıdır ki, nə olsun? Bucaqlar eyni olsun. Beləliklə 5 alfa bərabərdir 180. Alfa olur 36. Alfa 36 olduqdan sonra burada nə baş verir? 36 dərəcə, 72 dərəcə, deməli 36 dərəcə, bura 72, bura 70, 144, bura qalır 36 dərəcə. Deməli, böyük üçbucağımız bərabər yanlıdır. Onun içərisindəki bu balaca üçbucaq da bərabər yanlıdır. Həmçinin bu üçbucaq da bərabər yanlıdır. Bura 4 olduğundan bu 2 alfanın qarşısı, deməli, yəni 72 alfamız 36 olduğundan bura oldu, deməli 72 dərəcə. Bu 72-nin qarşısı 4 olduğundan bu 72-nin də qarşısı 4-dür. Bu 36-nın qarşısı 4 olduğundan elə bu 36-nın da qarşısı 4-dür. Bizdən A-da üstə deyəcəyini istəyir, cavab olur 8.